Abdullah ibn Amr, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun belə buyurdu. Siz qiyamət günü bir yerə toplanacaqsınız və belə deyiləcək. Bu ümmətin yoxsulları və miskinləri haradadır? Onlar ayağa qalxacaqlar və onlara deyiləcək. Siz nə əməl etdiniz? Onlar deyəcəklər. Ey Rəbbimiz, sən bizi sınağa çəkdin, biz də səbr etdik. Mal dövləti və hakimiyyəti isə başqalarına verdin. Allah buyuracaq, doğru söylədiniz. Beləliklə onlar insanlardan əvvəl cənnətə daxil olacaqlar. Mal, dövlət və hakimiyyət sahibləri üçün isə çətin sorğu-sual qalacaq. Səhabələr soruşdular, bəs o gün digər möminlər harada olacaqlar? O buyurdu, onlar üçün nurdan kürsülər qoyulacaq. Buludlar onların üzərinə kölgə salacaq və o gün möminlər üçün gündüzün bir saatından da qısa gələcək. İbn Hibban 7419-cu hədis.